En son paylaştığım videoda belə bir sual vermişdim. 1 çıxılsın 2 üstə gəlir, çıxılsın 4 üstə gəlir 5 və beləcə davam eləyir sonsuza qədər. Bu paradoksal bir cəmdir. Bunun qiyməti nəyə bərabərdir? Bunu həll etmədən əvvəl sizə bundan əvvəl verdiyim bir sual vardı. 1 çıxılsın 1 üstə gəl 1 çıxılsın 1 üstə gəl 1 və beləcə davam eləyən başqa bir paradoksal bir cəm vardı. Bunu necə tapmışdıq? Bunu sıfır da ola bilərdi bu cəmin qiyməti, 1 də ola bilərdi bu cəmin qiyməti sonsuzluq olduğuna görə və dağılan ardıcıllıq olduğuna görə bunun qiyməti konkret deyildi. Amma Sezar metoduna görə, toplama metoduna görə bunun cavabını 2-də 1 olaraq çıxarda bilirdik. Necə eləmişdik? Bu səfər fərqli bir metodla yazıram. Bunu bir A ilə ifadə eləsək yenə A bərabərdir 1 çıxılsın 1 üstə gəl 1 çıxılsın 1 üstə gəl 1 beləcə davam edir. Və təkrar yazıram A bərabərdir 1 çıxılsın. İndi bu çıxmadan sonra mənfi 1-i mötərizə xaricinə çıxardıram. Mötərizə açırıq. Yerdə qalanlar nə olursa bir daha yazırıq. 1 çıxılsın 1 üstə gəl 1 çıxılsın 1 üstə gəl 1 beləcə davam edir. Və görürük ki, bu mötərizə içərisindəkini biz A ilə ifadə eləmişdik. Bunun yerinə də A yazsaq, alınır A minus bərabərdir 1 çıxılsın A-ya. A-ları bir tərəfə keçiririk. 2A bərabərdir 1-ə və A bərabər olur 2-də 1-ə. Bunu saxlayaq bir kənarda. Bu bizə lazım olacaq. İndi gələk bu suala. Burada nə dedik? 1 çıxılsın 2 üstə gəlir çıxılsın 4. Bu şəkildə davam edir. Yazıram. 1 çıxılsın 2 üstə gəlir çıxılsın 4 üstə gəl 5 çıxılsın. Bu şəkildə davam edir. Bunu da başda bir B ilə ifadə etsək. Bir daha alt-alta yazıram. B bərabərdir. Necə ki, bundan əvvəlki sualda mən başda 0 əlavə eləmişdim. Buna da bir 0 əlavə edirəm bu səfər. 0 üstə gəl 1 çıxılsın 2 üstə gəl 3 çıxılsın 4. Beləcə davam edir. Və görürük ki, bunu biz alt-alta toplasaq, 2B bərabərdir, 1, 0 elədi 1, mənfi 2, 1 elədi mənfi 1, 3 mənfi 2 elədi müsbət 1 və bu ardıcıllıq alınır. 1 minus çıxılsın 1 üstə gəl 1, çıxılsın 1 üstə gəl 1, beləcə davam edir. Və biz bunun qiymətinin 2-də 1 olduğunu burada tapmışdıq. 2-də 1 olaraq götürsək, 2B bərabərdir 2-də 1-ə və B bərabər olur 4-də 1-ə. Bu səfər də bu ardıcıllığın qiymətinin 4-də 1 olduğunu təyin etdik bu formada.